Orxan bəy, siz də tərəzi burcunu Bax, deyim qulaq asdı. Əgər həqiqətən həyatda bir dost qazanmaq istəyirsənsə, tərəzini seç. Həqiqətən həyatda bir sevgini qazanmaq istəyirsənsə, tərəzini seç. Tərəzi bizə necə bir insandır, varını, dövlətini ortaya qoysun. Amma gəl ki, tərəzi burcunda olan insanların saflığından bir deyil, iki deyil, üç deyil, o qədər istifadə edirlər ki. Tərəzidə bir xüsusiyyət var da, Allah Taala tərəzini saflıq üçün yaradıb. İstəsə də bici ola bilməz, istəsə də pis eləyə bilməz. Tərəzinin o ki, həyatına girirsən, tərəzi burcunda olan insanların böyük bir xoşbəxtçilik verəcəksən. Tərəzi yalan danışmır. Adamın üstündə Allah var. Gecə saat 3-də deyir, durub gələcək ki, nə olur? Ürəyini ortaya qoyacaq. Amma bu bədbaxtların qabağına özü kimi dürüst çıxmır. Bax, Allah Taala onlara həmişə ruzi verir. Heç vaxt onlar ruzini kəsmir. Amma tərəzinin o bilinməyən bir mərhəməti var. İnan Allah o mərhəmətini bilsəz, bütün həyatınızı tərəziyə qurban verərsiniz. Yenə deyirəm, əgər həyatda ölümünə dost qazanmaq istəyirsənsə, ölümünə bir sevgi, ölümünə bir həyat yoldaşı, bir xanım qazanmaq istəyirsənsə, tərəzi vərə addıma. Çünki tərəzinin xarakterikasında, keyniyyətində xəyanət yoxdur. Ola da bilməz. Çünki tərəzilər astrologiyanın təməlidir, idarə edənidir. Və bir tərəzinin xoşbəxtçiliyini hiss etmək bütün dünyanın aktuallığını yaşamaqdır.